Axır zaman. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hədislərdə bildirdiyinə görə, axır zaman əxlaqi mənəviyyətsizliğin, aclıq və yoxsulluğun ciddi şəkildə artdığı, qarşıdurma, terror və anarxiya səbəbilə cəmiyyətin qorxu və narahatlıq içində olacağı. Dünya miqyasında cinayətlərin, intiharların, qətliamların artdığı, dələduzluğun, ədalətsizliyin hökm sürdüyü bir dövrdür. Axır zamanda bütün haramlar halal sayılacaq. Dünya səviyyəsində hər cür əxlaqsızlıq açıq şəkildə tətbiq ediləcəkdir. İnsanlar Quran əxlaqından mümkün olduğu qədər uzaqlaşacaq. Bunun nəticəsində də sevgisizliyin, mərhəmətsizliyin, egoistliyin hakim olduğu bir dünya meydana gələcəkdir. Allah açıq şəkildə inkar ediləcək, Allahı tənzih edirik və insanları Allah inancından uzaqlaşdırmaq üçün ateizm, materializm və darvinizm kimi yanlış ideologiyalar elm adı altında irəli sürüləcəkdir. Dünyada iman edən insan çox az olacaq və inanclarına görə böyük zülm, təzyiq və əziyyətə məruz qalacaqdır. Həzrəti Mehdi də bu cür çətin şəraitdə ortaya çıxacaq və fikri mübarizəsini davam etdirəcəkdir. Axır zamanın bu çətin şəraitində Həzrəti Mehdi də keçmişdə göndərilən bütün elçilər kimi iftiralara məruz qalacaq, müxtəlif çətinliklərlə imtihan ediləcək, inkar edənlərin qurduğu hilələrə sinə gələcəkdir. Həzrəti Mehdinin bu mübarizəsini digər peyğəmbərlərin dövründən fərqləndirən cəhət isə axır zamanda degenerasiya və dinsizliyin tarixdə heç bir zaman olmadığı qədər geniş yayılması və bütün dünya səviyyəsində hökm sürməsidir. Ancaq buna baxmayaraq inkar edənlərin küfr sistemi bütün dünya səviyyəsində Allahın izni ilə məğlub olacaqdır. Dünyadakı əxlaq pozğunluğu nə qədər geniş şəkildə və dinsizliyin Həzrəti Mehdiyə təzyiqi nə qədər çox olsa da, Allahın izni ilə heç kim Həzrəti Mehdinin haqq mübarizəsində qalib gəlməyinə mane ola bilməyəcəkdir. Axır zamanın iki böyük və dəyərli şəxsi Həzrəti İsa əleyhissalam və Həzrəti Mehdi əleyhissalam Allahın izni ilə bu yanlış zehniyyəti tamamilə ortadan qaldıracaq və İslam əxlaqının bütün dünyaya hakim olmasına səbəb olacaqdır. Allahın izni ilə Rəbbimizin bu gözəl vədi içində yaşadığımız bu əsrdə baş verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz ayəsi ilə möminlərə qarşı edilən hilələrin və təzyiqlərin əsla müvəffəqiyyət qazanmayacağını bildirmişdir. Allahın izni ilə Həzrəti Mehdi və Həzrəti İsa əleyhissalam yenidən dünyaya gəldiyi zaman və Həzrəti Mehdi əleyhissalam zühur etdiyi zaman salih möminlər bu mübarək insanlara dəstək olacaq və sayları nə qədər az olsa da Quran əxlaqını bütün dünyaya hakim edəcəklər. Həzrəti Mehdi mübarizəsinə neçə yaşında başlayacaq?
Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədislərində Həzrəti Mehdi əleyhissalamın İslam əxlaqının hakimiyyətinə istiqamətlənən fəaliyyətinə başladığı illərdə 30-40 yaşlarında olacağı xəbər verilmişdir. Yaşı 30 ilə 40 arasında olanda göndəriləcəkdir. Mehdi mənim evladlarımdandır, 40 yaşında. Həzrəti Mehdi əleyhissalamın mübarizəsini aparacağı ərazilər. Həzrəti Mehdi əleyhissalamın İstanbul dövrü. Resulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Həzrəti Mehdi Mədinədən, böyük bir şəhərdən çıxacaq və Məkkəyə gələcək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, ey ümmət, 6 şey var ki, onlar olmadan qiyamət qopmaz. 6-cısı Mədinənin, şəhərin fəthi. Dedilər ki, hansı Mədinə, hansı şəhər? Buyurdu ki, Konstantiniyyə. Həzrəti Mehdi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərdə bildirdiyi kimi Mədinədə, yəni böyük bir şəhərdə doğulacaqdır. Mədinənin lüğəti mənası böyük şəhər deməkdir. Hədislərdə qeyd edilən digər məlumatlardan aydın olduğu kimi, Həzrəti Mehdi əleyhissalamın fikri mübarizəsinin mərkəzi olacaq bu böyük şəhər İstanbuldur. İmam Qurtubinin təzkirəsində Həzrəti Mehdinin qərb tərəfdən çıxacağı ifadə edilmişdir. Görkəmli əhl-i sünnət alimi Bərzənci də Həzrəti Mehdi əleyhissalamın İstanbula gəlib oranı mənəvi cəhətdən fəth edəcəyini Qiyamət əlamətləri adlı əsərində bildirmişdir. Qurtubinin təzkirəsində onun məğrib ölkələrindən çıxacağı, oradan gəlib dənizi keçəcəyi bildirilir. Həzrəti Mehdi əleyhissalam İslam ölkələrinin qərb tərəfində yerləşən böyük şəhərdə, yəni Mədinədə doğulacaq, mübarizə vaxtı gəldikdə isə dənizi keçərək İstanbula gələcəkdir. Hətta hədislərdə Həzrəti Mehdinin dənizdə quru bir yol açacağı da söylənərək körpüyə də işarət edilmiş, Həzrəti Mehdi əleyhissalamın bir körpüdən keçərək İstanbula gələcəyi xəbər verilmişdir. Konstantiniyyənin fəthi zamanı sübh namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaq. Dəniz ikiyə ayrılaraq su öz-özünə uzaqlaşacaq və açılan yolu izləyən Həzrəti Mehdi əleyhissalam qarşı tərəfə keçəcəkdir. Sonra bir bayraq daha sancacaq və deyəcək ki, ey insanlar, ibrət alın. Dəniz Bəni İsrailə necə yol verdisə, bizə də elə yol verdi. Ondan sonra hər kəs təkrar təkbir gətirəcək və 12 təkbir ilə şəhərin 12 bürcü də düşəcəkdir. Hədislərdə həmçinin Həzrəti Mehdi əleyhissalamın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin müqəddəs əmanətləri ilə ortaya çıxacağı da bildirilmişdir. Məlum olduğu kimi müqəddəs əmanətlərin mühafizə olunduğu yer İstanbuldur. Abdullah İbn Hüzafədən rəvayət edildi ki, Həzrəti Mehdi əleyhissalamın yanında bəzədilmiş halda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bayrağı olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yundan olan bayrağı ilə çıxacaq. O bayraq 4 günc olub, tikişsizdir, rəngi də qaradır. Onda bir hicr var. O, Rəsulullahın vəfatından bəri açılmamış, Həzrəti Mehdi çıxdığı zaman açılacaqdır. Əlamətlərə gəlincə yanında Allah Rəsulü sallallahu aleyhi və səlləmin köynəyi, qılıncı, bayrağı olacaqdır. O bayraq ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin vəfatından bugünə qədər heç açılmayıb. Həzrəti Mehdinin zühuruna qədər də açılmayacaq.